Hakim Abdullayev 1960-cı il 31 avqustda Lənkəranda musiqiçi ailəsində anadan olub. Orta ixtisas musiqi məktəbində balaban sinifində dərs alıb. 1979-cu ildən Bakıda peşəkar səhnə fəaliyyətinə başlayıb. Peşəkar musiqiçilərlə bir səhnəni bölüşüb. 2014-cü ildən Rəşid Behbudov adına instrumental ansamblda klarnet ifaçısı kimi fəaliyyət göstərib. Eyni zamanda Müslüm Ağamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında mahnı və rəqs ansamblının instrumental heyətində çalışır. Dövrünün bir çox məşhur sənətkarları ilə bir səhnəni bölüşdü. Xalq artistləri Rəşid Behbudov, İslam Rızayev, Rafiq Babayev, Məmməd Bağır Bağırzadə, Nisə Qasımova, Nasbəri Dostayeva, Ağacəbrayıl Avasəliyev, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə və digər məşhur sənətkarlarımız. Bugün hakim müəllimə çoxsaylı təbriklər ünvanlanacaq. Onlardan ilkini təqdim etmək istədik. Hörmətli hakim müəllim, Beynəlxalq Muğam Mərkəzi sizin yaradıcılığınıza və şəxsinizə böyük hörmət və diqqətlə yanaşır. Muğam Mərkəzi